Mən rejissorumuzdan xahiş edirəm bizim kartı qoysun, hesablara qoysun efirə. Çünki müəyyən texniki problemlərlə bağlı biz 4-5 gündür bəzən efirə çıxa bilmirik, bəzən hesabımızı paylaşa bilmirik. Dostlar, bu hesabla bağlı sizə bir şey də deyim mən buradan. Xahiş edirəm, hamı eşitsin. Bunu əvvəl verim sonra. Ara bir zəng eləyib məndən hüquq məsləhəti soruşursunuz. Hüquqşünas kimi kömək istəyirsiniz. Gəlin açıq danışaq ki, hüquqşünaslıq mənim ailəmin dolanışıq mənbəyidir. Yəni, mən pulu hüquqşünas kimi qazanıram. Əgər ehtiyac varsa, mən ayrıcadan bir hüquq məsləhətxanası kimi veriliş açacağam. Sizlərə iddia rəsmin yazılmasında, işlərin aparılmasında, apellyasiya şikayətinin yazılmasında və apellyasiya işlərin aparılmasında, eləcə də Avropa məhkəməsinə ərizənin yazılması və Avropa məhkəməsinin nümayəndəniz olmaq üçün müqavilə bağlayıb danışa bilərik. Yəni, gedərsiniz istənilən bir vəkilin yanına Azərbaycanda, sizdən nə pul istəyəcək müqavilə üçün, order üçün, birinci instansiya iş aparmaq üçün. Onun 50%-ni oturacağım burada canlı efirdə, keçəcəksiniz mən dediyim karta. Mən burada kartı gördüm ki, siz keçirdiniz pulu. Məsləhət üçün deyək ki, 10 manat, ərizə yazmaq üçün 100 manat, iş aparmaq üçün danışıqla, baxacaq işin həcminə, xarakterinə, danışacaq, pulu keçirəcəksə işi görəcəyəm. Bu iş aparmaq üçün lazımdır ki, sizin aslan imzanız olsun. İndidən gedib aslan imza kimi yoxsa alırsınız, hazırlayırsınız. Mən aslan imza vasitəsi ilə buradan girəcəyəm. Sizin bütün məhkəmə işlərinizi özüm aparacağım, sizin adınızdan. Aydındırmı? Yəni, mənim adım olmayacaq orada. Sizin adınızdan mən bu işi aparacağım, necə lazımdır, vəkil kimi, hüquqşünas kimi. Sizə vəkil yalnız ali məhkəməyə gedəndə, kassasiya şikayəti yazanda. Bir də onda lazım olacaqdır. Onda da vəkili mən tutacağam, danışacaq, vəkil bunu ödəyəcəksiniz, oradan alacaq, kassasiya şikayəti mən yazacağam, iş aparacaq ali məhkəməyə. Oradan da lazım yazı Avropaya. Buna kim razıdırsa, mən beynimi satıb, həm də pul qazanıb, şəxsi işlərimi əldə eləməliyəm. Mənim də pula ehtiyacım var. Ona görə də xahiş edirəm, bu çıxışımı paylayın. Kimin ehtiyacı var? Mənim şəxsimi yaza bilərsiniz ki, bəli, mən buna razıyam, danışırıq. Mən dediyim qaydada hesabıma pulu keçirirsiniz, bir başlayırıq, mən sizə hüquq yardım göstərməyə. Oldu mu? Eşitdi də dostlar, tez-tez müəyyən yolda zəng edirlər, məsləhət ala deyirlər. Mən imkanım daxilində çalışırım, hamıya kömək edəm, amma siz də nəzərə alın ki, mənim ailəmin dolanışıq vasitəsidir və mən bu efirlərdən bəzən hüquqi məsələlərlə bağlı ki, işlər aparıram. Bu, xalqımızın hüquq baxımından maarifləndirilməsi üçündür və sizin də 1 manat, 2 manat elədiyiniz yardımlar mənim bu sizə göstərdiyim xidmətin qarşılığında sizin ödəmələrdir. Eləcə də ekranda gördüyünüz bu kartlara sizin elədiyiniz yardımlar mənim apardığım bu ictimai, siyasi işçi var. Bunun davam etməsi üçündür. Bu iş aparmaq üçün mən əmək haqqı verirəm müəyyən əməkdaşlarımıza. Sizin görmədiyiniz arxada, mənim tək mənə görürsünüz də efirdə, ekrandaymışam. Amma arxada işləyən müəyyən yoldaşlar var ki, onların bizə əmək haqqı verməliyik. Sizlərin bizə elətdiyiniz yardımlar, dostlar, həmin işləri maliyyələşdirmək üçündür. Keçən dəfə mən dedim, hələlik bu dekabranı hazırlaya bilməmişəm. İnşallah yəqin sabah bir gün hazırlayacağım. Biz hesabatı verəcəyik. Noyabr ayında bildiniz, 210 nəfər cəmisi yardım edən Azərbaycanlı var idi. Bugün bir nəfər vətəndaş Avropadan mənə zəng eləyib, deyir ki, bəs qalmışıq, ölkənin adını deməyəcəm, filan ölkə meşələrində acıq, bizə təcili pul lazım, kömək lazımdır. Çox da pul istəmir. 50-60 euro mənə pul lazımdır ki, acından ölməyək burada. Mən dostlar, o adama bir qəpik də kömək edə bilmədim. Çünki imkanım yoxdur. Amma adamın özünə bir şey yazdım ki, bu 7 ildə bir dəfə də olsun Azərfilm kanalına 1 sent yardım eləmisənmi? Yox. Onda hansı mənəvi haqqına sən hesab edirsən ki, mən çətinə düşəndə Azərfilmə müraciət edə bilərəm? Yox, dostlar, belə bir dünya yoxdur. Lütfən hamı mənə düzgün başa düşsün. Əgər sən düşünürsən ki, hər şey 178.000 abunəsi var bunun da, hamı ödəyəcəkdir, mən niyə eləməsəm də olar? Yox, elə hamı 178.000-in hamı sənin kimi fikirləşir. 1000 dəfə demişəm. Ona görə də
yardımlar kifayət qədər deyil. Biz neçə gündür Xalq Parlamentinin mətbuat xidmətinə alınmalı olan 2 dənə kompüter almalıyıq. 2600 euro cəmsi pul lazım idi. Biz bir həftədə onu düzəldə bilmirik. Yoxdur. Cəmsi 400-500 avro pul yığılıb. Halbuki Azərbaycanlar arasında Avropada, hələ mən demirəm Azərbaycan, Rusiya, Avropada olan Azərbaycanlılar var ki, bir adam nəinki 2600, 26 min də verə bilər ki, gedin o işləri həll edin. Aydındır mı? Yoxdur. Eləyən yoxdur. Sonra da zəng eləyib yardım istəyəndə inciməyin ki, niyə mən çətində qaldım, köməklə olmadı. Bir kişi bundan qabaq bir nəfər zəng eləmişdi, sonra başladı mənə söyməyə. Mənə zəng eləyəndə birinci Avropada fəaliyyət göstərən başqa blogerlərin adını çəkib, onları söyürdü mənə ki, bəs gəldim mən bura, nə bilim, mənə yardım eləmədilər, mən çöldə qaldım. Mən ona sual verdim ki, sən evindən çıxanda o adamlarla danışıb müqavilə bağlamışdın ki, gəlsin Avropa sənə kömək eləsinlər. Dedi, yox. Dedim, sən Azərbaycanda olanda çıxmamışdan qabaq o adamların hamısı mənim əleyhimə də, mən söyləyiz. Bu da onlar söylüyor mənim telefonda. Dedim, sən o adamlara ağza sana qədər onlara bir qəpi kömək eləmirsən, nə varsa? Dedi, yox. Dedi, onu sən nə hansı mənəvi haqqınla o adamların gileylənirsən mənə. Ki, mən gəldim, falan kəs mənə kömək eləmədi, sən yəni söyür onları. Sonra başladı mənə də söyləməyə. Yəni, bu tip adamları var. Mən istəyirəm hər bir adam öz sosial öhdəliyini başa düşsün, bilsin. Sənə 7 ildir mən gecə gündüz mənim rahatlığım, hər şeyimi qurban verib bu yolda, bu iş aparıram. 7 ildir mənim telefonumda sənin zəngin nömrən yoxdursa, indi zəng eləyib məndən nəsə kömək istəyirsənsə, bu sənin qeyri-ciddi adam olmağından xəbər verir. Olmaz belə şeylər. Ona görə də mən xahiş edirəm, hamını nəzərə alsın ki, mənim apardığım bu işi, istər hüquq baxımdan, istər siyasi baxımdan faydalı bilirsinizsə, yardım edəcəksiniz. Yox, mən görəndə ki, yardım yoxdur, dəstək yoxdur, paylaşım yoxdur, bəyənmə yoxdur, qərar gələcəyəm ki, mənim apardığım bu iş mənim xalqıma daha lazım deyil və o anda sizinlə vidalaşacaq.